5-ci sinif 4-cü mövzu ilə dərs izahımız davam edir. Tərəvəzlərin becərilmə texnologiyası. Tərəvəzlər çox qiymətli qida məhsuludur. Ən çox istifadə edilən tərəvəzlər ağ kələm, pomidor, xiyar, yerkökü, mətbəx çuğunduru, soğan, turp, şüyüd və kartofdur. Demək, qidalı maddələr pomidor və xiyarda, meyvələrdə, kök və çuğundurda, köklərdə, cəfəri və şüyüddə isə yarpaqlarda yığılır. Müəyyən göyərtilər var ki, onlar xörəklərdə ədviyyat kimi istifadə olunur və yaxud da əsas tərkib kimi istifadə edilə bilər. Bunlar şüyüd, cəfəri, keşniş, nanə, reyhan. Güman edirəm ki, bunu hər kəs rahatlıqla fərqləndirə bilər. Daha sonra soğan və sarımsaq isə xüsusilə xeyirlidir. Onların tərkibində böyük miqdarda C vitamini var. Pomidor 16-cı əsrin ortalarında Avropaya, Cənubi Amerikadan gətirilib. O vaxt pomidorun toxumları, yəni meyvələri nisbətən xırda, sarımtıl, qızılı rəngdə idi. Bu rəng tərəvəzin adında əksini tapıb, İtalyan dilində pomidor qızıl alma deməkdir. Burada vacib nüans 16-cı əsrin ortaları sözüdür. Onu yadda saxlamalıyıq. Hardan hara gətirilməsini yadda saxlamalıyıq. Bir də İtalyan dilində pomidor nə deməkdir? Qızıl alma. Bəzən testlərdə qırmızı alma da düşür. Biz qızıl almanı götürmüş oluruq. Demək, hazırda rənginə, quruluşuna və dadına görə fərqlənən bir çox pomidor növləri var. Demək, pomidorlar fərqləndi rənginə görə, quruluşuna görə, bir də dadına görə fərqləndi. Qida çuğunduru nədir? Tünd qırmızı rəngli tərəvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur. Bizdən soruşula bilər ki, pomidor bir illik bitkidir, yoxsa çox illik bitkidir və yaxud da ot bitkisidir, yoxsa kol bitkisidir. Bu cür suallar da düşür testlərdə. Demək, pomidor bir illik işıq və isti sevən ot bitkisidir. Bu bitki su və mineral maddələri güclü kök sistemi vasitəsilə torpaqdan alır. Demək, su və mineral maddələri güclü kök sistemi vasitəsilə torpaqdan alır. Pomidor şitili əkilir və əlavə köklərin yaranması üçün dibi tez-tez doldurulur. Yeni zoğlar hesabına sürətlə qol-budaq atır. Bu zoğlar məhsulun miqdarını azaltdığı və yetişməni yubatdığı üçün budanır. Digər testə düşəcək məqam bizdən soruşacaq ki, pomidor bitkisində cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr nə qədərdir? Biz o zaman 100-130 günü götürmüş oluruq. Yəni 100-130 gün təşkil edir. Pomidorun becərilmə texnologiyası bizə lazım olacaq ştil əkmək üçün yeşik, drenaj, torpaq, polietilen plyonka, su səpən, xırda stəkanlar, kiçik payalar, otaqda yetişə bilən pomidor toxumu. Burada drenaj sözü var. Demək, fransız sözü olmuşdur. Xəndəklər və borular sistemi vasitəsilə torpağın susuzlaşdırılmasıdır. Baxın yoldaşlar, bu mövzuda da bizdən praktik işi soruşur. Və praktik işdə isə ardıcıllığı soruşacaq. Çox güman ki, birinci hansı gəlir? Baxın, birinci biz pomidor ştillərini becərilməsi üçün texnoloji xəritə hazırlayırıq. Yəni, texnoloji xəritə hazırlamaq üçün, yəni bu işi yerinə yetirərkən biz qeydlər aparırıq, işin növünü, aparılma tarixini, inkişaf mərhələsini qeyd edirik. İkinci məqam pomidor toxumlarını 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlayırıq. Demək, 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlayırıq. Toxumları isə 30 dəqiqə tünd bənövşəyi manqan məhlulunda saxladıqdan sonra suyun üzünə çıxan toxumları maye ilə birlikdə atırıq. Qalan toxumları yuyub salfetlə quruluyuruq. Dördüncü gəlir. Əkmək üçün yeşik hazırlayırıq. Demək, dibinə drenaj yerləşdirib, üstündən 15-20 cm münbit torpaq töküb suluyuruq. Kiçik çubuq ilə səpünsün şurumlar açırıq. Digər vacib məqam burada rəqəmlərdir. Çünki rəqəmli suallarda çox düşür. Bu hissələrə diqqət yetirək.
Beşinci isə pomidor toxumlarını cərgə ilə əkib, üstünə nazik qat yumşaq torpaq səpirik. Yeşiyi polietilən örtük ilə örtüb isti yerə qoyuruq. 6-cı hissə isə cücərtilər çıxmağa başlayan hissədir. Demək, bizdən soruşula bilər ki, cücərtilər neçə gündən sonra çıxır? O zaman biz 4-6 gün qeyd edirik. Yəni cücərtilər 4-6 gündən sonra, yəni çıxmağa başlayanda örtüyü çıxardıb yeşiyi işıqlı yerə qoymaq lazımdır. Ştillər isə 3-4 yarpaq açanda onların yerini dəyişirik. Soruşur ki, ştillər neçə yarpaq açanda onların yerini dəyişmək lazımdır? O zaman biz 3-4 qeyd etmiş oluruq. Daha sonra ştilin yerini dəyişərkən, yəni dəyişmək üçün nəzərdə tutulmuş xırda çubuq ilə onları torpaqdan çıxardıb təzə yeşiyə bir-birindən 8-12 sm məsafədə əkirik. Ştillər 10-15 sm hündürlüyə çatanda onların yerini daimi yerə əkirik, yəni dibçə və yaxud da ləkə əkmiş oluruq. Bu hissələrə diqqət yetirək. Demək, əgər bizdən bir-birindən soruşursa, yəni bir-birindən nə qədər məsafədə əkmək olar, o zaman biz 8-12 sm, hündürlüyü soruşursa 10-15 sm. Bəzən rəqəmlər düzgün yazılır və rəqəmlərin yanına santimetr yazmır. Bəzən millimetr yaza bilər, metr yaza bilər. Məhz o ölçü vahidlərini də mütləqdir ki, yadımızda saxlamalıyıq. Belə, əziz yoldaşlar, bu mövzunun da sonuna çatdıq. Ümid edirəm sizin üçün faydalı oldu. Çox sağ olun.